Soruşurlar ki, öləndən sonra ər və onun yoldaşı bir-birinə naməhrəm olurlar və ona görə biri o birinin meyitini yuya bilməz və o səbəbdən də kişinin kişi, qadının da qadını yumalıdır. Bu doğrudurmu? Doğrudursa dəlil nədir? Əslində bu dəlil yoxdur buna. Düzdür, bəzi alimlər onu deyiblər. Onların dəlili odur ki, insan öləndə boynunda olan bütün o əslində ticarətdə belədir. İnsan öləndə, məsələn, onunla bağlanan müqavilələr hamısı pozulur və onlar da onu qiyas ediblər nikaha ki, hə, bu öləndə artıq nikah da pozulur, demək onu yaddır. Amma bunun dəlili yoxdur. Xüsusən sabit olub ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün görüb ki, Ayşə narazılıq eləyir, başı ağrıyır. Zarafat edir, deyir ki, sən yəni ölsən, mən əziyyət çəkirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sən ölsən, mən əziyyət çəkəcəyəm. Mən səni gərək bastırım, mən səni gərək yuyum. Və o sözü istifadə edir, mən səni gərək yuyum. Və həmçinin sabitdir ki, rivayət olunur, Əli radiyallahu anhu Fatiməni yuyub və həmçinin bu kişi qadın və həmçinin əksinə qadın kişinin də yumağı sabitdir. Əsma Əbubəkrın yoldaşı. O Əbubəkr radiyallahu anh öləndə o da iştirak edib onun yumağında. Ona görə onda heç bir dəlil yoxdur. Yəni o hökm qalır, məhrəm hökmü qalır. Həmçinin bu müasir alimlərimiz də, əgər alimlərdən kimisi istəyirsə, müasir alimlər İbn Bazdır, Şeyx Fovzandır. Onlar da bu rəyi dəstəkləyirlər. Allah da yaxşı bilir.